Her vaxtınız xeyir değerli izleyicilerim. Bugün sizinle çok lezzetli, görünüşüne bakmayarak tez hazırlanan peçenye hazırlayırıq. Limonlu peçenyedir. Mağazadakilerden çok ucuz, kimyevi katkısız, həqiqətən də çox ləzzətlidir. Görünüşü də yazarsınız, xoşunuz gəlir bu görünüşdən ya yox. Və gördüyünüz kimi ağızda ovxalanan, yumşacıq, ləzzətli. Əlbəttə ki, limonlu dedik. Bizə limon lazımdır. Limonun suyunu çıxardırıq. Bir xörək qaşığı limon suyunu kənara qoyuruq və otaq temperaturunda olan yağ, şəkər, kirşanı, bir çimdik duz, bunu yaxşıca qarışdıracağıq. Kərə yağından istifadə eləməyiniz məsləhətdir. Həm ləzzətli alınır, həm də ki, sizə ziyan verməz. Və bunu yaxşıca qarışdırırıq. Burada 120 qram yağ var, 50 qram şəkər, kirşanı var. İndi görürsünüz ki, bir yumurtanı bütöv halda mən bura qarışdırıram. Mən 50 qram şəkər tozunu kofe çəkən maşında üyütmüşəm. Ona görə burada bir azıcık fərqli olacaq. Hazır şəkər kirşanı götürsəniz, nişastanı bir çay qaşığı azaltmalı olacaqsınız. Və indi unu elədik. Üzərinə bir çay qaşığı qabartma tozu əlavə edirik. Ölçüdə 60 qram nişasta yazılıb. Onu da deməli unun içərisinə əlavə edib qarışdırırıq. Hazırdır həm yumuşaq ərzaqlar, həm limon suyunu indi əlavə edirəm. Yumurta, şəkər, yağın üzərinə və unu da hissə-hissə əlavə edib xəmirimizi yoğuracağıq. Hamısını birdən əlavə eləməyin. Unlar fərqlidir. Xəmiriniz çox bərk alınmasın. Hamısını yavaş-yavaş əlavə edib qarışdırırıq. Daha sonra birazcık da əlimizlə yoğuracağıq. Videonun altında resepti yazacağım. Oradan köçürə bilərsiniz. Suallarınız olsa mütləq yazın, cavablandıraram. Mən çox razı qaldım bu reseptdən. Sözün düzü təşəkkür edirəm paylaşan rəfiqəmə. Və gördüyünüz kimi artıq xəmir hazır olmaq üzrədir. Əlimlə də bir balaca yoğuracağım. Xəmir yumuşaqdır, fikir verin. Çox yumuşaq bir xəmirdir. İndi onu bir deməli ya yağlı kağızın üzərinə, ya çalafanın üzərinə baxın, bu cürə ikisinin arasına qoyub yayırıq. Çünki yumuşaq olduğu üçün oxla yaya bilməzsiniz. Əlinizlə baxın bu cürə düzləşdirə 2 santimetrə qədər qalınlığını eləyə bilərsiniz. Amma məndə 2 deyil, 1 yarımdır. Çünki üstündən bəzəyi olacaq. O da hardasa bir az çəki verir peçenyeye ona görə. Baxın, hamarladım üstünü və bir lövhənin üzərində bunu mən buzluğa qoydum. Soyuducuya da yerləşdirə bilərsiniz. Soyuducuda olsa bir 30-40 dəqiqə qalmalıdır. Buzluqda isə 15 dəqiqə kifayət elədi. 15 dəqiqədən sonra çıxardım və hətta mən axıracan kəsənə qədər o yumuşaqlıq əmələ gəlmədi. Çünki yağlıdır. Və formamı götürürəm, dairələri kəsirəm. Bu formalar belə, baxın, üstündə qapağı var. Orada limon şəkilləri var. Cürəbəcür formalarda olur. İndi hansı rastınıza gəlsə ondan istifadə edə bilərsiniz və ya heç ehtiyac da yoxdur. Çünki axırda görəcəksiniz, mən biraz tənbəl sayağı da bir iş gördüm orada. Görürsünüz ki, dalbadal bir-birləri kəsirəm. Bəs indi deyərsiniz, bunun Yusufda gördüyü limonlar var axı üstündə. Onlar hardan olacaq? Bu qırağından çıxan xəmirlər var ki, ha. Onları götürürsünüz. Bir hissəsinə, baxın, əlimdə göstərəcəyim indi. Baxın, çox da deyil, qoz boyda oldu. Mən qoz boyda dedim, amma yumurta boyda deməli sarı xəmirdən və qoz boyda da yarpaqlar üçün yaşıl xəmirdən istifadə elədim. Və formanın üstündə limon deməli şəkilləri var, yarpaqlar var. Yarpaqları yaşıl, limonlar isə əlbəttə sarı rəngdə. Bu cürə balaca noxud boyda yumru şəkildə bunları yumruladım. Hərəsinə 5 dənə lazım olacaq. Biraz da uzun sov eləyib həmin o çöküntü yerlərə bastım. Daha sonra da kəsdiyim xəmirin üstünə qoyuram
Bərk sıxıram hər tərəfdən ki, bu balaca xəmirlər də bu əsas xəmirimizə yapışsın. Vəssalam. Heç bir şey vurmuruq. İstəsəz, deməli, formaya biraz yağ çəkə bilərsiniz. Amma nə badə ora un və ya başqa bir şey vurmayın. Çünki sonra qopurlar. Və yağı çəkəndə də formaya çəkin, xəmirə yox. Vəssalam. Bunları belə şəkilləndirib soba tavasına yerləşdiririk. 180 dərəcəlik sobada 10 dəqiqə bişiririk. Axırda görəcəksiniz ki, baxın mən yerləşdirirəm, görürsünüz limon olan yerlərə barmağımla belə basıram. Sonra da yarpaqları yarpaq olan yerlərə basıram. Vəssalam. Hə, desəz ki, vaxt aparacaq, bu nədir, nə oyun çıxardırsan. Hə, bunu eləmək istəməyənlər həmin o formanı heç nəsiz, xəmirsiz basırsınız peçenyenin üzərinə. Sonra da götürürsünüz, indi fikir verin, bəziləri belə rəngi, baxın, burada bunlar qalın olduğu üçün biraz çox pişirmək lazımdır. Nazikləri isə, baxın, heç bir şey yoxdur bunun üstündə, amma izi qalır. Bir dənə fırça götürürsünüz, boyaya batırırsınız, üstündən də həmin o boş formada qalan izləri, formanın izlərini bu cürə yarpaq, limon şəkli çəkirsiniz və salam. Və ya heç bir şey çəkmirsiniz, gözəl peçenyelər alınır və çox ləzzətli olur. O qədər ləzzətlidir ki, doya bilmirsiniz tamına. O bir xörək qaşığı limon suyu buna elə gözəl tam verir ki, İnanılmazdır. Mən bilmirəm, mənim çox xoşum gəldi. Mən bura vanil əlavə etməmişəm, heç bir şey əlavə etməmişəm. Ancaq limonun suyudur. Hətta limonun qabığını da əlavə etməmişəm. Baxın, görəcəksiniz. Sizin də xoşunuz gələcək. Mənim çox xoşum gəldi. Amma ki, çox yeməyin də şəkəriniz qalxmasın. Mən rəfiqələrimə deyirəm bu sözü. Hələlik isə sizlə xudahafizləşirəm. Şərqəy xanımla bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın. Görürsünüz, ağzınızda da bu cürə qum kimi dağılacaq. Bu isə gələn videoda inşallah. Özünüzdən müğayət olun. Suallarınız varsa yazın. Dediyim kimi resept videonun altındadır. Xudahafiz.